Salam, gəlin 25-ci suala baxaq. Baxın, bizə nə deyir? Deyir, O mərkəzli çevrədə CA toxunan CA və AB bir-birinə bərabər olarsa, AC bucağını istəyir, ACB. Yəni bizə bu hissəni istəyir. Bu bucağa da gəlin bir alfa deyək. Bunu istəyir. Aha, baxın, fikir verin. AB ilə AC bir-birinə bərabərdir. Əgər bu bərabər yanlı üçbucaqdırsa da, bu zaman əgər bura alfadırsa da, bura da alfa olur. Çünki oturacağı bitişik bucaqlar bilir ki, bir-birinə bərabər olmalıdır. Digər tərəfdən biz OA radiusunu qeyd eləsək, biz bilirik ki, istənilən qədər radius çəkə bilərik. Yəni bu radiusdur. Radiusu qeyd etsək, bu zaman necə olur? Baxın, bir də yadınızda saxlayın ki, radiusla toxunan 90 dərəcə əmələ gətirir. Radiusla toxunan bir-birinə 90 dərəcə əmələ gətirir. Digər tərəfdən, baxın, biz bilirik ki, bu da radiusdur. Biz bilirik ki, bu da radiusdur. Yəni, bu da buna bərabərdir. Elə bil O, B, O, A-ya bərabərdir. Deməli, bu bərabərdirsə, bu da bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucağın oturacağı bitişik bucaqları bərabər olur. Əgər bura alfadırsa da, deməli, bura da alfa olacaq. Digər tərəfdən biz bu bucağı tapmaqdan ötəri neynəməliyik? Alfa 2 alfaya bərabərdir də. Yəni üçbucaqda belə bir qayda var ki, üçbucağın bir xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Bilirik ki, bu üçbucağın, bax bu xarici bucaqdır. Xarici bucaq ona qonşu olmayan, bu qonşusudur. Qonşu olmayan hansıdır? Bunlardır. Yəni bu ikisinin cəminə bərabərdir. Ona görə 2 alfa oldu. Digər tərəfdən də bu da bir düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaq 90 bu, yəni cəmi 180 olmalıdır. 90 bu, 2 alfa alfa. Yəni yazırıq 3 alfa. Əslində 3 alfanın 90 çıxsaq elə 90-a bərabər olur. Alfa da bərabərdir 30. Bizdən nə istəyirdi? ACB-ni. ACB. Alfaya da biz AC'yə də biz alfa demişdik. Alfanın da qiyməti 30. Deməli cavabımız 30.